Dövlət himnimizin səsləndirilməsi ilə başlayan ağırlıq qaldırma üzrə ölkə çempionatının açılış mərasimində daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə çıxış edən Azərbaycan Ağırlıq Qaldırma Federasiyasının vitse-prezidenti Firdevsi Umudov, Respublikamızda idmana dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini bildirib. Ölkə daxili yarışların önəmindən danışan qurum rəsmisi Olimpiya təsdiqat yarışları ərəfəsində Ağırlıq Qaldırma Federasiyası idmançılarının xüsusi hazırlığına həssaslıqla yanaşdığını qeyd edib. Nəticələrə gəldikdə, qadınların mübarizəsində 53 kiloqramda Nuray Əbilova qalib adını qazanıb. O, iki hərəkətin cəmində 138 kiloqram nəticə göstərib. 58-də Türkanə Eminova 120 kiloqram, 63 kiloqramda isə Milana Hüseynli 98 kiloqramlıq göstərici ilə çempion olub. Oğlanların mübarizəsinə gəldikdə, burada 6 qalib bəlli olub. 60 kiloqramda Mir Möhsüm Tağızadə toplamda 175 kiloqramlıq nəticə ilə birinciliyi bayram edib. 65-də Musad Məmməd Tağıyev iki hərəkətin cəmində 256, 71-də isə Fuad Həsənov 299 kiloqramlıq nəticə ilə fəxri kürsünün ilk pilləsinə qalxıb. 79 kiloqram çəki dərəcəsində mübarizə aparan Qasım İsmailov toplamda 291 kiloqramın öhdəsindən gələrək birinci yeri tutub. 88-də Akif Abdullayev ümumilikdə 321 kiloqramlıq nəticə ilə qızıl medala sahib çıxıb. Nəhayət 94 kiloqramda Məmməd Əhmədzadə ümumilikdə 296 kiloqramlıq göstərici ilə çempion olub. Qeyd edək ki, 2 gün davam edən yarışa paytaxt və bölgələrimizi təmsil edən 80-ə yaxın idmançı qatılıb.